Aha. Uşaqlar, gəlin növbəti sualımıza baxaq. Sual gəlir 8-ci. 6, 6, 6, 7, 8 yox, üzr istəyirəm, 9-cu sualımıza. 6, 6, 6, 7, 6, 6 ədədinin rəqəmlərinin yerini dəyişməklə neçə 5 rəqəm ədəd almaq olar? Burada bu permütasiyanın adı təkrarlı permütasiya adlanır. Nə deməkdir? Prosesin təkrarən baş verməyi demək. Biz bunu necə ifadə edirik? Bunların qaydası belədir, etalon qaydası. Ümumilikdə biz nə qədər uşaqlar nə qədər biz burada ədəd gördük? 6, 6, 6, 7, 6, 6, 7. 5 dənə ədəd gördük deyə 5 faktorial mümkün halım var. Təkrarlanan burada isə görürsə 6-lar və 7-lər təkrarlanır. O zaman neçə 6 görürük? 3 dənə 6 görürük. 1, 2, 3. 3, 6 görürük deyə 5 faktorial məxrəcini yazırıq. 3 faktorial vurulsun. Nə qədər 7 görürük? 2 dənə 7 vurulsun. 2 faktorial. Bizim 9-umuzun həlli. Və yaxud da buraya yazır. Tutaq ki, olsun 1, 8, 3, 6, 5, 1, 4, 1, 9, 1. Belə bir misal yazsın. Bunun həll yoluna gəlsəm. Cəmi neçə ədədim olur? Gəlin sayaq. Cəmi mənim ədədlərim 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 ədədim var. 10 faktorial. Görürük ki, burada bu müxtəliflər olsa 10 faktorialdır. Amma birdən xeyli ədəd var. Və deyir, bundan ədəd düzəlt. Axı bir çoxdur, eyni yerdə gələrsə, mən tapmalıyam. 1, 1, 2, 1, 3, 1. 3 dənə 1 var. 10 faktorialı bölürəm. 3 faktoriala. Demək, 10 faktorial bölünsün. 3 faktorial ədədim vardır. Demək, əzizlər, burada təkrarların sayı dəyərlidir. Məsələn, mən burada 4-ü silib 8 etsəm, 9-u silib 8 etsəm, özümə bir 8 də yazsam, ədədimin sayı bir vahid artdısa, sürətli olacaq 11 faktorial. Və mən burada artıq, belə deyək, rəqtonu dəyişək. Mən burada 1, 8, 2, 8, 3, 8. 3 faktorial 8 üçün gördüm. Bir də 4. 4 dənə 8 gördüm deyə, üzə mənim 8 üçün məxrəcdə olacaq 4 faktorial. Vurulsun. Sonra burada var 1, 2 dənə 1, 3 dənə 1, 4 dənə 1. Vurulsun, bölünsün 4 faktorial. Neçə ədəd düzəltmək tələb olunarsa, təkrarlı permütasiyada ümumi halı tapıb, faktorialını tapıb, təkrarlı halına bölmüş olur. Sual 10-a baxsaq. Sual 10-da. Sual 10-da deyir ki, uşaqlar, 5 eyni riyaziyyatçı və bax eyni, görürsünüzmü? Eyni. Demək, təkrar var. Və 3 eyni kimya kitabının, görürsünüzmü? Təkrar var. Neçə üsulla düzəltmək olar yan-yana? Demək, ümumilikdə mənim 8 dənə kitabım var deyim. Ümumi halım 8 faktorialdır. Lakin təkrarlar olduğuna görə mən bunlar haqqında 5 dənə riyaziyyat olduğuna görə bu ümumi bölüləm 5 faktorial vurulsun. 3 dənə eyni kitab var deyim. Bölürəm ümumi ifadəni 3 faktorial. Nömrə 10-umuzun cavabı. Aha, baxsaq belə deyək. 11-ci suala. 11 sual biraz maraqlıdır, amma eynidir. Deyir ki, 5 dənə 8 olsun. Demək, 8-dən 5 ədəd. 5 dənə deyir, 8 olsun. Demək, 8-dən 5 ədəd. Deyir ki,
4 dənə də 7-nin köməyi ilə. Demək 7-dən 4 ədəd. Və deyir ki, köməyi ilə 8 ilə başlayıb 8 ilə neçə 9 ədədlərə gəlmir. Ədəd düzəltmək olar. 8 ilə başlayıb 8 ilə qurtaram. Demək, mənim 5 dənə rəqəmim var. Bu rəqəmin ikisinin yerini tərpədə bilmirəm. 8-dən başlayıb 8-dən qurtarmalıdır. Mənim ümumilikdə 9 ədədim var. 5 dənə 8, 4 dənə 7. Mən bunun ikisini yeri tərpədə bilmirəmsə, mənim üçün ehtimal ancaq 9 çıxılsın 2 əksi üzərində qurulur. Yəni 7 faktorial üzərində qurulmalıdır. Səbəb. Çünki əgər mənim 8 ilə başlayıb 8-dən qurtarmaq tələb olunursa, demək mənim üçün artıq ikisinin yeri məlumdur. Mən ehtimal bildirməliyəm digər yerlər haqqında. 9 ümumi ədədim varsa, onun ikisi getdi 7 faktorial. Bu mənim ümumi halımdır, sürətə yazıldı. Bir də gəlirim mənim məxrəc üçün fikir bildirəm. Əgər mənim 8 dənəsinin ikisinin yeri məlumdursa, 3 dənə təkrarlanmış qaldı. O zaman bunu vururuq. Bölü 3 faktoriala vurulsun. 4 haqqında bir problemimiz olmadığına görə aldığımız cavabda vurulsun 4 faktorial. Bildiniz də 8 ilə qutarıb 8 ilə başlayırsa, artıq ikisinin yeri məlumdur. Mənim üçün onlar digər yerlər var. Fikir bildirmək dəyərlidir. 9 dənəsinin ikisinin yeri məlumdursa 7 faktorial qaldı. Əgər 5 dənəsinin ikisi məlumdursa yeri 5 dənə 8-in bir başlanğıc bir sonu. Demək mən 3 faktorial üzərində fikir bildirməliyəm. 4 dənə də 7 varsa 3 faktorial vurulsun. 4 faktorial məxrəcə yazılmış olacaq. Sonra gələk növbət. Deyir ki 11-ci sualda 11-ci sualda deyir ki 12-ci sualda şirkətin 10 nəfər işçisinin içərisində 2 nəfər müdir və müavin seçilməlidir. Bunlar neçə müxtəlif üsulla seçmək olar? Demək, birinci kürsü olsun müdirin yeri. İkinci kürsü olsun müavinin yeri. Demək, 10 nəfərin içindən müdir 10 da ola bilər də. 10 nəfər şəxs varsa, mən ondan içindən seçəcəm. Bu 10 da müdir ola bilər. Amma müavinə artıq 9 nəfər qalır. Səbəb. Çünki 10 nəfərdə mütləq biri müdür kimi seçildi artıq. Mən artıq və varsa, demir ki, ya müdür ya müavin seç fikirlərim. Və indi ardınca müavini seç. Artıq 9 nəfər üzərində fikir bildirmiş olam deyə 10 vurulsun. 9, 90. 8 futbol klubunun üzvləri öz meydançaları və rəqib meydançalarda görüşürlər. Keçirlər oyunun sayını təyin edir. İndi gələk 13-ün həllinə. Yenə bu öz meydançalarının oyun zalı olsun. Bu digər yarışacaqlarının oyun zalı olsun. 8 futbol klubu varsa, demək 8-i də bu oyun meydanında görüşə bilirlər. 8. Amma rəqib meydançada artıq bu 8 oyunun ən azından biri birinci meydançada baş veribdir. Yerdə qalan isə ikinci meydançaya baş qalıdığına görə 8 birinci üçündür. 1 əksi 7 digər üçün vurulsun. 8 vurulsun 7 vurmur. 56.